Qardaş, bu necə tələbə hazırlaşdırmaqdır? Biri taxta qoyur, biri dəmir qoyur, biri butulka asır. Bu tələbə neynir hal-hazırda burada? Ağac buduyur, yarpaq yığır, qonşunun hasarına boylanır. Neynir də yəni bu? Soruşsam deyəcəklər ki, bərbərin beli əyilməməlidir, düz qalmalıdır, qaməti düz durmalıdır filan bəsməkan. Nə bilim, 50 dərədən su gətirəcəklər. Yəni ağıl var, məntiq var da. Bu tələbə bu vəziyyətdə durub dərs keçirsə, onda belə çıxır ki, sabahları salonda müştəri ayaq üstə duracaq. Bərbər də, bəs yəni bu tələbə onun saçını kəsəcək, amma ayaq üstə. Kresloya ehtiyac yoxdur. Kreslonun qalxma dərəcəsinin nə qədər olduğuna heç ehtiyac yoxdur. Niyə onu fikirləşiblər? Yəni statistikaya görə insan boyunun ortalama ölçüsü nə qədərdir? Bu kresloda oturanda hansı ölçüdə bunlar hamısı boş şeylərdir. Yəni əsas odur bərbər belin əyməsin, düz dursun. Maraqlıdır, məsələn, üzünə kant qoyanda necə olacaq? Nə bilim, boyu balaca adam gələndə necə olacaq? Lap deyək ki, tələbənin boyu balacadır. Boy çatmadı ora, neynəməli? Yəni ayağının altına bu pilləkənmi qoyacaq? Yoxsa altdan yuxarı baxacaq ki, bu gün dərsə əlim çatmır. Tələbə bu kimi xırdalıqları bilməyə bilər. Bilsə adı tələbə olmazdı. Adıva müəllim deyirsənsə bilmək məcburiyyətindəsən.